شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. İbadətdə usul köp, fəzilətə bay bolğan, məğfirət həm bərəkət, rəhmətlərə liq tolğan, cənnətlər kən içilib, dozaq məhkəm taqilib, yetib gəldi bizlərə xoş mübarək Ramazan. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وقال الشيطان لما قضي الأمر إن الله وعدكم وعد الحق ووعدتكم فأخلفتكم وما كان لي عليكم من سلطان إلا أن دعوتكم فاستجبتم لي فلا تلوموني ولوموا أنفسكم ما أنا بمصرخكم وما أنتم بمصرخي إني كفرت بما أشركتمون من قبل إن الظالمين لهم عذاب أليم. صدق الله العظيم. Bəzi kişilər şeytan Allahdan məxluqdursa, nə üçün Allah şeytandan başqalarını azırışa yol qoydu? Deyən suallarını qoyuşu mümkün. Bunun cavabən, şeytan Allah Taala'nın məxluqu. Şeytan başqalarını azdırğan iqtidarını mı Allah Taala bərgən. Lakin ibadət və itaat qarşılıqsız bolğanda imanın həqiqi ləzzəti namayan bolmaydı. Şunun üçün Allah Taala müsəlmanlara şeytanı imtihan qıldı. Həvsimiz bizni yaman işlərə tartqan vaxtda ondan vaz keçib özümüzni ibadət tərəfə qarıtalsaq, bizdə imanın həqiqi ləzzəti namayan buludu. Allah Taala özünün məxluqatları işidən asi buluşu qadir durub asi bolmağanlarını, iman etməsi qadir durub iman etqan kişilərini yaxşı gördü. Şuna insana itaat erkinliği verilgan bo'lib, insanın öz ixtiyorligi bilan Allohga itoat qilishi Allohga bo'lgan chin sevgi muhabbatini ifodalaydi. Bugungi savolimiz: Sura Mücadilda tilga ilingan ayolning ismi nima? Qani ekran oldidagi savoldoshlarımızdan kim eng tez va eng to'g'ri javob bera oladi?